Salam aziz abituriyentlər, mən Azər Quliyev. Bugün 2 mart tarixində keçirilən buraxılış imtahanının qrammatikaya aid olan birinci sualının izahatını verəcəm. Choose the correct interrogative sentence. Doğru sual cümləsini bizdən istəyir. How many slices of bread you eat every morning? Burada sual tamamlığa verildiyi üçün mütləq köməkçi fe'lə ehtiyac var. Birinci A variantında köməkçi fe'l olmadığı üçün A variantı yanlışdır. B variantında eynən köməkçi fe'l yoxdur. Ona görə də B variantı yanlışdır. Yəni köməkçi fe'l dediyim do, does, is, are və s. C variantında how many slices of bread you do eat every morning? Burada do var, amma do yanlış yerdə işlənib. Do mübtədanın əvvəlində işlənməli idi. Ona görə də C variantı da yanlışdır. D variantında how many slices of bread do you eat every morning? D variantı köməkçi fe'l var və doğru yerdə işlənib. D variantı doğrudur. Y variantında how many slices of bread eat do you every morning? Y variantında köməkçi fe'l var, amma əsas fe'l, yəni eat öz yerində işlənməyib. Eat mübtədən sonra, yəni yudan sonra işlənməli idi. Ona görə də Y variantı yanlışdır. Doğru variantımız D variantıdır.